Hər yerdə qarşıma çıxan tort dondurmaları nəhayət ki Bakıda tapdım. Üstəlik müxtəlif çeşidləri ilə. Bu dondurmalar çox dadlıdır. Məşhur Cedric Grole meyvə dondurmaları da həmçinin burada var. Bura adətən şirniyyat cənnətidir. Üstəlik seçdiyiniz hər tort dondurma da dadına uyğun üzəri dekorla bəzədilir. Vitrində hər biri o qədər dadlı görünürdü ki, seçməkdə çətinlik çəkdim və 3 çeşidini götürdüm. Meyvə dondurmaları burada kilo ilə satılır. İstədiyiniz qədər ala bilərsiniz. Anam dondurma xəstəsi, mən dondurma xəstəsi, nəticədə belə olar. 6 sadə biskvit, üzəri püstəli və malinalı dondurma, üzəri də malina soslu püstəli. Dəhşət bir şey idi. Ballı tort dadında lotus kremli və peçenyalı lotus dondurma çox dadlı idi. Melamorun royal keyki, şokoladlı biskvit və bol şokoladlı dondurma. Nəticə möhtəşəm. Hər üçü də çox dadlı idi, amma mənim favoritim püstəli malinalı oldu. Bakıda ilk 2 tərəfli kruasan, bir tərəfi şokoladlı krem, bir tərəfli malinalı krem. Çox dadlı idi da. Melamorun Ağşəhər filialında müxtəlif limonadlarından və yeməklərindən də sifariş verə bilərsiniz. Buranın həm ab-havasını, həm də ki yeməklərini çox sevəcəksiniz.